Araşdırmalara görə insanların ən məhsuldar və işlərinə fokuslandığı gün məhz çərşənbə axşamıdır. Elə American Workplace Trends agentliyinin araşdırmasına görə çərşənbə axşamı günü insanlar daha məhsuldar olurlar. Çünki bazar ertəsi plan, çərşənbə axşamı isə əməl günüdür və nəzərdə tutduğumuz bütün planların həyata keçməyi diləyilə efirimizə başlayırıq. Əziz Telesəhər izləyiciləri, yaxın 3 saat ərzində sizinlə mən Könül və mənim əziz həmkarım İlhan olacaq. İlhan, xoş gördük səni. Xoş gördük Könül. Sabahınız xeyirli olsun əziz tamaşaçılar. Sabahın xeyir Könül. Bugün deməli 28 oktyabrdır. 28 oktyabr bir-birindən maraqlı hadisələrlə yadda qalır. Belə 28 oktyabr həm də beynəlxalq judo günüdür. Bəli. Deməli, Jigaru Kano'nun həm də doğum günüdür ki, məhz bu judo günü də həmin Jigaru Kano'nun doğum gününün eyni məsəl üçün ona aid edirlər. Həm də bugün onunla paralel olaraq animasiya günüdür ki, məhz ölkəmizdə də animasiya günü-gündən inkişaf edir, cizgi filmlər çəkilir və zəfər tariximizdən sonra da məhz animasiya filmlərində zəfər tariximizlə bağlı animasiya filmləri, cizgi filmləri çəkilməkdir.